Son günlər ölkədə heyvanlar arasında dabaq xəstəliyinin yayılması vətəndaşları narahat edir. Xəstəliklə bağlı ətin qiymətinin qalxdığı iddia olunur. Məsələni aydınlaşdırmaq üçün ət satım məntəqələrini üst tutduq. Bahalaşma deyəndə vallahi heç o qədər bahalaşma yoxdur. Ət həmişə 19, 20, 21 manat olur. Həmin qaydada da satılır. Dədə-babadan bu bilirik ki, dabaq xəstəliyi olub. Ancaq bu keçici xəstəlik olmuyor. Bizim eşitdiyimizə görə Monqolistandan, Pakistandan ət gəlib, tədarik olub Azərbaycana. Xaricdən gələn ətlər kimin nəzarətindədir? Hansı həkim onu yoxlayır? Biz bilirik ki, dəqiq bilirik ki, şadlıq evlərində bu ətdən istifadə olunur. Onu kim yoxlayır? Bəlkə elə xəstə ət odur. Xahiş edirəm bunu birinci onu nəzərə alıb yoxlasınlar. Sonra bizim ətimiz haqqında öz rəylərini bildirə bilərlər. Bahalaşma deyəndə o sözlər həmişə şayələr yayılır, sonra bu gerçək olur. Mal əti bahalaşdı bu yaxınlarda. Amma qoyun əti elə 22 manat olaraq qalıbdır, bir ildən çoxdur. 22 manatdır. Amma son bu hadisə ilə bağlı qoyun ətində bahalaşma mən görmürəm. Xəstəliklə bağlı heç bir qiymət düşməsi, qalxması elə bir şey yoxdur. Hər şey öz qaydasındadır. Xəstəliyin də xəstə heyvan gətirib satılmır axı xəstəlik olsun. İnsanlara keçici xəstəlik deyil bu xəstəlik. Bu heyvan fəsil devridir. Heyvan yaylaqdan qışlağa gedir, qışlaqdan yaylağa gəlir. Onda bir keçirdiyi xəstəlikdir. Hər il heyvan yaylağa gedəndə, qışlaqdan yaylağa gedəndə dabağa qarşı iynə vurulur gedir. Xəstəlikdir, normal bir şeydir. Dabaq xəstəliyi heyvanlarda olan bir şeydir.